Salam. Bu kanal ilk defa bu video vasıtasıyla izləyirsinizsə, mən Sevnəyəm. 5 yaşında Sara adlı bir qızım var və bu kanalda uşaq kitabları haqqında danışır və oxuyur. Bugünkü videomuz hesabat xarakterlidir. Sara ilə birlikdə oxuduğumuz 350 kitabdan son 50'si haqqında məlumat vermək istəyirik. Bu kitabları biz 4 ay ərzində oxumuşuq. Sara'la onlardan 25'i Azerbaycan dilində, 14'ü Türk dilində, 6'sı İngiliz, 4'ü Rusça və biri İtalyan dilindədir. İndi bu kitablar haqqında daha geniş məlumat vermək istərdim. Kitablarda burada seriya şəklində olanlardan başlamaq istəyirəm. Deməli, Açıq Cəmiyyət İnstitutunun dəstəyi ilə Tutu Uşaq Mədəniyyət Mərkəzi tərəfindən 1999-2000-ci illərdə çap olmuş kitablarda bunlar çap olunmuş və məktəblərə pulsuz paylanılmış. O vaxt bunu belə başa düşürük. Həm kitabların arxasında verilmiş qeyddən, həm də kanalın izləyicilərindən birinin yazdığı şərhdən anlaşılır. O deyir ki, bu kitablar onun məktəblərdə pulsuz paylanılmış və təəssüf ki, onda qalmayıb və indi hardan əldə edəcəyini soruşurdu. Bakı Kitab Mərkəzindən almışam mən bu kitabları. Hələ də var, orada tapmaq olar. Deməli, Xeyirxah Odunçu Eston nağılıdır. Buynuzlu Balıq Hind nağılı. Maralın Tilsimi Meksika nağılı. Evdar Kişi Norveç nağılı. Mən bu nağılı kanalda səsləndirmişəm. Ovçu və Nanuk Eskimos nağılı və Komble Gürcü nağılıdır. Hər birisi çox gözəl, çox dəyərli kitablardır. Çox zövqlə oxuyur. İkinci bir kitab, Üç Alman Nəşriyyatında işığımızı görüb. Bəs niyə səma mavidir? Müəllif Erik Mativ. Bu müxtəlif suallara, qısa suallar və onların cavabları təqdim olunur. Heyvanlar aləmi, dünya ətrafında insan bədəni və sağlamlıq, tarix və tarixi personajlar haqqında. Biz təbii ki, bu kitabı bütövlükdə bitirməmişik, oxumamışıq, amma Sara onu vərəqləyib və ona maraqlı gələn şəkillərin əsasında müxtəlif suallar və onların cavabları ətrafında oxumuşuq, müzakirələr aparmışıq. Növbəti kitab Ağıllı Bala Nəşriyyatından Sən Hirslənəndə adlanır. Mən bu kitabı da kanalda səsləndirmişəm. Müəllif Dünyazad Əsədidir. Çox gözəl kitabdır. Emin adlı bir oğlanın qəzəb hissindən və o hissin öhdəsindən necə gəlməsindən bəhs edilir. Çox möhtəşəm illüstrasiyaları da var. Tövsiyə edirəm ki, əldə edib oxuyasınız. Növbəti kitab da Üç Alman Nəşriyyatındandır. Anna Liza və Xoşbəxtlik Təcrübəsi adlanır. Müəllif Owen Colfer'dir. Anna Liza'nın anası psixiatrdır və o da məktəbdən qalan asudə vaxtını anasının klinikasında keçirir və orada xəstələri və xəstələrlə birlikdə gələn uşaqları müşahidə edir və bu zaman belə deyək, xəstələrdən birinin oğlu və onun arasında yaranan münasibət və anası kimi belə deyək, xəstələrə və onların yaxınlarına kömək etmək arzusundan bəhs edilir burada. Növbəti kitab Nağıla Bax Nağıla adlanır. Məktəb kitabxanası. Əslində bu kitab deyil, toplu deyək buna. Burada müxtəlif yazıcıların, şairlərin əsərləri Azərbaycanlı və xarici yazıcıların əsərləri Azərbaycanla tərcümə olunmuş, təqdim olunur. Çox gözəl. Hamısının olmasa da bir çox buradan hekayə və nağılları oxuduq Sara'la birlikdə. Bir növbəti kitab Altın Nəşriyyatından, Altın kitabdan Molla Yolda adlanır. Bu Molla Nəsrəddinin ibrətamiz hekayələrindən biridir. Onun uşaqlar üçün işlənmiş variantı Molla Yolda. Çox gözəl kitabdır. Bu da Altın Kitab Nəşriyyatının nəşr etdiyi kitablardan biridir. Grimm qardaşlarından məşhur Ağca və Yeddi Cırtdan əsərinin işlənmiş variantı. Burada yəni nağıl çox məşhur və bilinən olsa da,
Bu kitabın da xüsusiyyəti rəssam Ramil Əliyevin illüstrasiyalarıyla verilmiş olmasıdır. Onun özünə məxsus baxışını, rəsmlərini görmək olar. Növbəti kitab çox gözəl, mənim üçün çox özəl bir yeri olan kitabdır. Sara məktəbə qədər hazırlığa gedir və onun təbii ki, müxtəlif mövzularda hazırlıqda məşğul olduqları, kitablar əsasında məşğul olduqları mövzular var. Və biz çalışırıq ki, həmin mövzular ətrafında dəstəkləyici, yəni ədəbiyyatdan istifadə edək və məsələn, təbiət mövzusunda bu kitab bizim çox kərımıza gəldi. Bu kitabın xüsusiyyəti nədir? Mən çox təsadüf nəticəsində hal-hazırda Bakıda olan bir kitabçılardan birində rəflərdə işlənərkən tapmışdım. 1995-ci ildə nəşr olunmuş bir kitabdır. Dünya bizim ətrafımızda coğrafiya atlası. Mən həmişə deyirəm, kitablar həm də bir tarixdir. Bu kitabın özəlliyi nədir? Əslində 1993-cü ildə hazırlanıb Bakı Kartografiya Fabrikində. Atlasın məzmunu Azərbaycan Respublikası Elmlər Akademiyasının Nəsimi adına Dilçilik, Zoologiya İnstitutları Məhəmməd Əmin Rəsulzadə adına Azərbaycan Dövlət Universiteti Xalq Təhsili Nazirliyi mütəxəssisləri ilə razılaşdırılmışdır. Yəni bu, o dövrdə mövcud olan qurumlar və onlar haqqında məlumatı da özündə əks etdirən bir kitabdır. Görəcəksiniz, təbii ki, o zamanların şərtləri ilə hazırlanmış kitabdır. Amma planetlər haqqında çox sadə, bəsit uşaqların anlayacağı dildə kosmosun fəthi, sonra yer qlobusda və xəritədə və o qədər gözəl və mənim özümün də bilmədiyim bir çox heyvan və bitki adları hər qitədə yaşayan gördüyünüz kimi heyvanlar əsasən və canlılar flora və fauna haqqında deyək. Belə həm bitki örtüsü, həm canlılar aləmi haqqında, heyvanlar aləmi haqqında məlumat verilir. Ona görə də çox bəyərli bir kitabdır. Növbəti kitab Carlo Collodi, Pinokyo adlanır. Kitabçı nəşriyyatında işığınızı görüb. Yəqin ki, təqdimata xüsusi ehtiyac yoxdur. Hər kəs Pinokyonu, Carlo Collodi'ni çox yaxşı tanıyır. Növbəti kitabını da oxumuşduq kanalda. Minta yayımlarında işığınızı görmüş. Biri, o biri, başqası digəri adlanır. Müəllif Ayşegül Dədədir, illüstrator Öykü Akarcan. Çox gözəl kitabdır bu da. Bir növbəti kitab, Libra kitab nəşriyyatında işığınızı görüb. Evdən qaçan 10 corab tayının qeyri-adi sərgüzəştləri. Çox gözəl kitabdır. Sara həddindən artıq maraq göstərdi. Mən özüm də belə deyək ki, xoş təəccübləndim. Çünki kifayət qədər geniş kitabdır. Gördüyünüz kimi kifayət qədər onun üçün bəzən bəlkə də mürəkkəb olacağını düşünürdüm. Amma heç də elə olmadı. Yazıcı Yussina Bednarikdir. Səhv etmirəmsə Polşalıdır xanım. Və çox gözəl kitabdır. Bəli, Polşa tərcümə proqramının dəstəyi ilə çap olunub. Demək ki, Polşalı müəllifdir. Bir növbəti kitab yenə də mənim mürəkkəb olduğunu düşündüyüm, amma xoş yanıldığım yenə bir kitabdır. Andre Lund Erikson Heyvanların Dedektiv Bürosu, Pişik Oğursu adlanan, belə deyək, Sara'nın ilk detektiv kitabıdır. Bu Norveç əsilli yazıcıdır, səhv etmirəmsə, və kitab da çox gözəldir, həddindən artıq. Ağıllı Bala nəşriyyatından növbəti kitab. Bu kitabda iki hekayə yer alır. Sütiyevin Xoruz və Rənglər, Sıçan və Karandaş hekayələri. Onlar da hecə verilib və Sara artıq özü də oxuya bilir. Ona görə də bu kitabı birlikdə də oxuduq, özü də oxudu.
Növbəti kitab Dinozavrlar adlanır. Çaşıoğlu nəşriyyatının kitabıdır. Burada dinozavrlar haqqında əslində bizim kitablarımız çoxdur, müxtəlif dillərdə, müxtəlif formatlarda. Bu kitabı xüsusilə əldə etməyimizin məqsədi bu Azərbaycan dilində olmasıdır. Yəni dinozavr adları və onlar haqqında məlumatların Azərbaycan dilində verilməsidir. Bu bizim üçün çox vacibdir. Buna görə də əldə etdik və oxuduq. Eduard Uspensky, Timsah Gena və onun dostları, bu da Çaşıoğlu nəşriyyatındandır. Bir neçə hissəni də kanaldan oxuduq. Üç Alman nəşriyyatı Reyhan Yusif qızı müəllifliyində Dostum Mimi kitabı. Bu da çox yaxşı kitabdır. Aylin adlı bir qızın robot siçanla belə deyək macerası. Gözəl kitabdır. Üç Alman nəşriyyatı Victoria Iver, Kilde və Göldən Düşən Ay. Bu da Üç Alman nəşriyyatıdır. İnsan bədəni. Dediyim kimi Sara'nın məktəbə qədər hazırlıq proqramını dəstəkləyici mahiyyətdə olan kitablar, yəni orada mövzulara uyğun olaraq biz də öz tərəfimizdən müxtəlif kitablarla onu dəstəkləmək, mövzuları daha yaxşı anlamasına kömək etmək üçün bu kitabları əldə etdik, oxuduq və bu kitabın içində böyük bir poster var. İnsan bədəni haqda göstərilir, yəni. İndi aça bilməyəcəyim, amma çox faydalı kitabdır. Və Dünya Atlası, bu da Üç Alman nəşriyyatıdır. Bu kitab əslində biz bu kitabı bacımın birinci qızı Şəmsə hədiyyə etmişdik. 2018-19-cu dərs ilinin müvəffəqiyyətlə başa çatdırması münasibəti ilə. Və Şəms artıq bu kitabdan istifadə etməyi üçün indi onu Sara'ya qaytardı. Sara istifadə etsin deyə. Kitabların belə bir xüsusiyyəti də var. Bölüşmək, paylaşmaq daha çox insanın faydalanmasına kömək edir. Dediyim kimi, yəni bu kitabı da tam olaraq, yəni sətir və sətir hamısını oxumuş deyilik, amma müxtəlif mövzularda təkrar müraciət edib, belə deyək, incələmişik, okeanları öyrənmişik, qitələri öyrənmişik və çox işimizə yarayıb. Azərbaycan dilli kitablar bu qədər. Keçək Türkçe kitablara. İlk kitabımız John Yeoman və Quentin Blake. Quentin Blake çox məşhur bir illüstratordur. Bizim bir neçə kitabımız var. Onun tərəfindən illüstrasiya olmuş. Onun dəst xəttini görən kimi tanıdıq. Gökdə Quşlarla. Bu kitabın daha bir özelliği de bizim için çok değerli olması. Onun ad günündə Sara'ya sinif yoldaşı Gülgün tərəfindən hədiyyə edilmiş olmasıdır. Yəni Sara'nın kitabxanası olduğunu bilən, kitablar çox sevdiyini bilən Gülgün və anası bu kitabı bizim üçün hədiyyə etmişdilər və ona görə də bizim üçün çox dəyərlidir. Burada kitab özü də çox maraqlıdır. Deməli, quşların yerdə yaşadığı bir xəyali zamandan bəhs edir. Yəni, hələ uçmağa bilmədikləri və çox böyük problemlərin yaşandığı və sonra quşları necə olur ki, belə deyək, uçmağa sövq etdirir bir ailə. Uçuçgil ailəsi. Çox maraqlı, çox gülməli kitabdır. Növbəti kitab, burada Hep Kitab nəşriyatıdır. Burada isə Nobel Çocuk nəşriyyatı Renklərin izində. Yazıcı Pakizə Urfalı'dan da illüstrator Zeynep Macid'dir. Burada da bir Dovşan ailəsindən bəhs edilir. Dovşanın babası işiyle bağlı bir Dovşan kəndində
xeyriye işleriyle bağlı deyək, bir illik bir müddətə ailəsindən ayrılmalı olur. Onun üçün dərxəcəxini düşünən Dovşana babası təsəlli kimi hər ay bir daş götürüb və o ay ən çox təbiətdə müşahidə etdiyi rəngə uyğun onu boyamasını tövsiyə edir və bu zamanının yaxşı dəyərləndirməsi, təbiəti müşahidə etməsi, darıxmaması üçün çox dəyərli bir tövsiyə olmuş olur. Bir il beləcə tez keçir və Dovşan bir ilin sonunda babasını içərisinə rəngli daşlar yığılmış bir bankayla qarşılayır və hər bir rəng haqqında, hər bir daş haqqında məlumat verir. Gözəl kitabdır. Növbəti bir kitab Robin adlanır. Bu da çox maraqlıdır. Əslində bunun cizgi filmi də var. Rəqəmsal platformada yayımlanan. Robin bir şəfəq bülbülüdür. Türkçe adı burada kızılgerdan quşudur. Azərbaycanlı şəfəq bülbülü deyilir. Bu quşun yumurtası bir təsadüf nəticəsində, yəni bir ağır hava şəraiti, belə də yağışlı, fırtınalı bir gündə yumurtanın yuvadan düşüb siçan, belə deyək, siçan ailəsinin əlinə keçməsi və o yumurtadan çıxan quşu siçanların ailəyə qəbul etməsi və onların başına gələn müxtəlif hadisələr bəhs edilir bu kitabda da. Çox gözəl kitab. Növbəti bir kitab Indigo yayınlarında işığızı görmüş. Müəllif Françoise Boucher. Kitabları sevdiğin kitap. Okumayı hiç sevməyənlərə bile. Bu da çox gülməli bir kitabdır. Möhtəşəm illüstrasiyalarla və mən özüm çox zövq alaraq oxudum. Saradan öncə açılıb və çox şiddətlə tövsiyə edirəm. Oxumanın faydaları, belə deyək. Məsələn, birini oxudum. Oxumaq səni kökəltməz. Məsələn, qat-qat xəmirdən bişirilmiş bir şirniyyatda 1000 kalori varsa, 1000 səhifəlik bir kitabda 0 kalori var. Yəni, müxtəlif belə deyək, yeməklər yerinə kitabları yalayıb uda bilərsən. Belə çox möhtəşəm bir dili var. Yenə sevimli müəlliflərimizdən biri Lucia Bonilla, İspan əsilli yazıcıdır. Tuhaf Kuş əsəri. Mən artıq bu yazıcının adını görəndə heç istisnasız bütün kitablarını alıram. Burada da bir oğlandır, kitabın qəhrəmanı və qonşuda bir sevimsiz bir xanım var, yaşlı bir qadın və o bu uşağı bir quşa bənzədir və bu uşaq da bu hisslərlə belə deyək, özünü incələyir. O qadın ona üzün qəribə bir quşa bənzəyir deyir və bu uşağın bütün fikrini, zikrini məşğul edir. Quşları incələməyə başlayır, quşlar haqqında bütün kitabları alır, oxuyur və s. Belə bir kitabdır. Bir kitap daha Koç Üniversitesi'nin yayımladığı Maria Gianferrari adlı yazıcının Bir Ağaç Ol kitabıdır. Burada insanın ağaç kimi olması, ağacın xüsusiyyətlərini özündə daşımasıyla bağlı bir kitabdır. Çox gözəl bir kitabdır. Məsələn, necə ağacın köklərin dərinə gedən bir ağac kimi, sənin də insanın da köklərini dərinə alması, dərinə salması, gövdəsinin bir ağac kimi dik durması, yəni onurğasının dik durması, dərisinin bir ağac qabuğu kimi olması və
içinde olanı koruması vesaire. Bu kimi yani insan bedeniyle ağacın kuruluşu arasında analogyalar aparılır. Çok çok güzel kitap. Növbəti bir kitap Matara Çocuk'tan Kül Kedisi, bildiğimiz çok meşhur bir eserdi. İngilizce Cinderella olarak bildiğimiz. Türkiye İş Bankası Kültür Yayınlarından bilim insanı olacağım bir kitabı. Burada da bir elm adamının belirli ihtiyacı olan laboratuvardaki belirli avadanlıklardan tutmuş muhtelif təbiət hadisələri, dünya haqqında məlumatlar və hansısa təcrübələr, mövsümlər və s. və müxtəlif tapşırıqlar. Yəni bu praktiki həm də bir kitabdır. İnsan vücudu haqqında da bölümlər gördüğünüz gibi. Yani bütün bu kitapları birbiriyle alakalı olarak okuyanda bunun sana çok faydalı olduğunu, onun materyali daha yaxşı mənimsəməsinə kömək olduğunu müşahidə etdik. Növbəti bir kitap Doğan Çocuk'tan Jose Mauro de Vasconcelos'un meşhur Şeker Portakalı'nın yazıcısı. Görünmez Çocuk eseridir. Növbəti bir neçə kitab bizim sevimli, hətta 4 kitab sevimli yazıcımız Julia Donaldson'dandır. Bu kitapların bəziləri bizdə ingilis dilində vardı, amma Türk dilində də əldə etdik. Biri Misafir Yılan adlanır. İyi Yürekli Dev Memo. Zogi bir ejderhadır. Ve Süper Kurtzi. Ve her zamanki kimi ressam Axel Scheffler. Onun dəst xəttini aydın görmək olur. Sonuncu kitabımız Türkçe. Yazıcı Jenny Molendik Divleri. Ressam Gözde Eyce'dir. Karavan Çocuk nəşriyyatında çap olunur. İnteraktif kitaptır. Açığı çok bir söz diyebilmeyeceğim kitap hakkında. Yani maraklıdır. Ama bu kitabı Kapalı Tut adlanır. Yani kitabı əmələ gətirən hərflərin çox şıltaq olduğu, elə ovuca sığmadığı ve bir zamanlar balaca bir uşaq varmış diye başlıyor adı. Sonra hərflər açmağa başlıyorlar vesaire. Yani böyle bir interaktif kitaptı. Böyle değil, maraklı. Geçen İngilizce kitaplara. Bu kitap Shizuka Wakayama tarafından yazılı. The Woods Marched On and On. Necə deyək? Əskər ayaqqabıları addımlayan əskər ayaqqabıları haqqındadır. Yəni təxmin edəcəyiniz kimi müharibə haqqındadır. Müharibənin açdığı yaralar haqqındadır. Bu kitabı biz keçən il Bakı Beynəlxalq Kitab Sərgisində əldə etdik. Yəni bu sərgini doğrudan tam olaraq sərgi olaraq qəbul etmiş Çin Xalq Respublikasının pavilyonunda gördük. Bütün nəşriyyatlar, bütün ölkələrdə olaraq yəni kitablarını satışa çıxarmışdılar. Yarmarka kimi qəbul etmişlər, belə deyək. Bunda yəni yanlış bir şey yoktu ama Çin Xalq Respublikası kitapları sadece sergiləyirdi, satışta değildi. Bu kitap Sara'nın çok hoşuna geldi. Yani resim yəqin ki diqqətini çekti, aldık, inceledik ve benim de çok hoşuma geldi. Baktım ki yani çok değerli bir kitaptı ve elde etmek istedim. Təəssüf ki oradaki emektaş bu kitapların satışa təqdim olunmadığını bildirdi. Ve necə əldə edebileceğimiz haqqında düşündük. Çünkü çok asan değil bu kitapları elde etmek, yani satışta olmur. Ve sonra həmin əməkdaş əslində və mən soruşdum, siz bu kitabları geri mi qaytaracaqsınız? Yəni bu kitabların aqibəti nə olacaq? Mən çox istərdim əldə edim, yəni pulunu ödəyim və bir şəkildə əldə edim.
Və o əməkdaş dedi ki, burada onlar Çin Xalq Respublikasının yəqin ki səfirliyinin nəzdində bir mərkəz var, mədəniyyət mərkəzi və kitabxana, ora bağışlayacaqlar və həmin anda fərq etdik ki, bu kitabdan əslində 2 dənədir və çox xoş oldu ki, o kitabdan birini bizə hədiyyə etdilər. Ona görə də bu kitab çox dəyərlidir. The Building Boy, müəllif Ross Montgomery, David Litchfield'in. Burada da nənəsi memar olan bir oğlanın sonunda nənəsi həyatdan köçdükdən sonra belə deyək, nənəsinin ona qoyduğu izlə gedib özünün də bir ev tikməsi barədədir. Və bu evin canlanması əslində görürsünüz, ev nənəsini təmsil edir. Çok maraqlı, qeyri-adi bir kitab idi. Jill Murphy, 5 Minutes Peace. Bu kitabın 30 yaşı var. 30-cu il belə deyək, nəşridir, xüsusi nəşridir. Bu da çox zövq alaraq oxuduğumuz kitabdır. Sara da çox əyləndi, çox güldü. Çünki onun özünün də bəzən mənə 5 dəqiqə rahatlıq verməməsi faktını belə deyək, təsdiqləyən bir kitabdır. Bir filin, 3 övladı olan bir filin və dincəlmək üçün 5 dəqiqə rahatlıq tapmaq üçün olan belə deyək, axtarışları, cəhdləri və onların səmərəsiz qalması barədədir. Çox xoş oldu oxumaq və gülmək. Növbəti bir kitab The Lonely Otter adlanır. Müəllifin orada nə üçünsə yoxdur. Yəni tənha susamı haqda kitabdır və özünə dost tapması barədədir. Nə üçün kitabın müəllifi yoxdur? Növbəti kitablar, təbii oxuduğumuz kitablar daha çox tövsiyə xarakterlidir, amma bəzi kitabları da almayın, oxumayın deyə də göstərmək istərdim. Dəqiq xatırlamıram bu kitabları necə əldə etmişik. Çində çap olunmuş kitablar əslində çox yaxşı bilinən əsərlərdir. Nils'in macəraları və Qırmızı Papağın macəraları belə deyək kitablardır. Təxmin edirəm ki, mağazada yəqin ki, Sara görüb bəyənmişdi və onu aldıq. Məsələ burasında ingilis dilində kitablardır, həm də audio kitablardır. Yəni buradakı QR kodu oxutmaq və onu səsli də dinləmək olurdu. Heç mənim özümün diqqətimi çəkməmişdi, Sara diqqət edirdi. Yəni mətndə Qırmızı Papağın nənəsinin xəstə olması və anasının onunla danışması, nənəsini ziyarət etməyə dəvət etməsi barədə danışılır. Ana deyə bəstədir, amma burada bir kişi fiquru var, gördüyünüz kimi bağlı bir kişidir. Yəni mətnlə rəsmlər üst-üstə düşmür, bilmirəm bu xüsusi olaraq edilmiş bir şeydir, yəni səhv və ya xəta bir təsadüf nəticəsində çox da xoşuma gəlmədi açığı, yəni bu kitabları rastınıza çıxsa almaya bilərsiniz, yəni alternativ bir çox kitablar var, yəni bu əsərlərin bir çox variantları var və bunlardan almaq məcburiyyətində deyilsiniz. Növbəti kitablar təhlükəsizlik haqdadır. Mən bu haqda bir video material hazırlamışdım, yəni təhlükəsizlik haqda olan bir neçə kitabı tanıtmışdım. Sara'la da oxuduq. Müəllif Marina Taranenko Правила безопасности, как вести себя дома и на улице, yəni təhlükəsizlik qaydaları özünü evdə və küçədə necə aparmalı kitabı.
Bir de Yelena Ulyevanın 2 kitabı Mama ya idu domoy, Ana mən evə gedirəm və Mama ya na ulici, Ana mən küçədəyəm və həm evdə, həm küçədə təhlükəsizliklə bağlı qaydalar çox yaxşı kitablardır, faydalı kitablardır və Sara üçün də çox maraqlı oldu. Növbəti bir kitab, bu da hədiyyədir bizə Sara'nın bibisindən. Чудесное превращение adlanır. Burada müxtəlif interaktiv kitabdır, belə deyək. Çiçək sonra düyməcəyə çevrilir, kiçik şeirlər də verilir və müxtəlif, belə deyək, şeirlər, novellardan və qəhrəmanlar haqqında məlumat var. Gəldik sonuncu kitaba. Bu kitab İtalyancadır. Müəllif Beatrice Alimani. Bu əslində mənim Beatrice Alimani'yə bağlayan ilk kitabdır, ilk əsərdir. Bu kitabı mən rəqəmsal platformalardan birində yayımlanan bir filmdə görmüşdüm əslində. Bir filmdə bir səhnə vardı. Ata öz qızına yatmadan öncə, yuxuya getmədən öncə kitab oxuyurdu və bu kitabı oxuyurdu. Mən valeh oldum o kitaba, yəni onun tərtibatına. Gördüyünüz kimi arada belə şəffaf səhifələr var. İtalyanca La cosa che passano adlanır. Azərbaycan dilində keçib gedən şeylər. Yəni hər şeyin ötəri, keçici olduğu, yalnız sevginin qalıcı olduğu haqqında bir kitabdır. Yuxu, məsələn, yuxu da keçib gedir və yara izləri, onlar da sağalır, keçir gedir. Və mənə bu kitab o qədər gözəl gəlmişdi ki, hətta öncə yəni bəlkə film üçün hazırlanmış xüsusi bir kitab olduğunu da düşündüm, amma araşdırdım, gördüm ki, yox, belə bir kitab vardı oradan da və satışda da var. Və o kitabın izinə düşdüm. 1 ilə yaxın mən o kitabı Avropaya səyahət edən hər kəsdən xahiş etdim ki, alsın, amma iş elə gətirdi ki, heç kəs alıb, tapıb gətirə bilmədi. Sonra biz, belə deyək, rəqəmsal platformalardan, onlayn alışveriş səhifələrindən sifariş verdik. Yenə də nəsə bir problem oldu, gəlib çıxa bilmədi və nəhayət Sara'nın atası İtalyaya səfəri zamanı mağazadakı son kitabı alıb gətirdi və ona görə də bu kitabın mənim üçün nə qədər dəyərli olduğunu təxmin belə edə bilməzsiniz. Bu kitabı da kanalda oxuduq və mənim kitabxanamızın ən dəyərli kitablarından biri hesab edirəm. Və Beatrice Alimani'nin çox dəyərli illüstrator və dəyərli uşaq kitablarının yazıcısı kimi tanıyıram. Belə bu qədər haqqında bəhs etməyi düşündüyümüz 50 kitab bunlar idi. Dinlədiyiniz, izlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, vaxtınız faydalı keçib. Hələlik.